Bir dənə incə bir məsələ var ki, bayaq Həcrəmin nə yaxşı dedi. Dedi, insanlar gərək ədalət teşnəsi olsunlar. Bu bilirsiniz nə deməkdir? Zülm o yerə gəlib çıxacaqdır. İndi bir dənə müşahidə eləyin, indi insanlar məgər ədalət teşnəsidir? Yox, bu günləri insanlar əksinə ədalətdən qaçırlar. Bu günləri insanlar rəhmət teşnəsidir. Yəni, özü ədalətlə aya davranır, aya davranmır. Rəhmət ədalətdən bir addım öndədir. Amma özünə qarşı ədalət yox, rəhmət istəyir. Sən mənə qarşı yaxşı ol, mən sənə qarşı bir ədalətli olum. Bu vəziyyət o yerə gəlib çıxmalıdır ki, artıq ədalətə də şükür eləməlidirlər. İndi ədalətdən çox rəhmət istəyir cəmaat. Hələ yaxşı vəziyyətdir. Vəziyyət o yerə gəlib çıxa bilər ki, artıq ədalətdən əsər əlamət qalmaz, insanlar ədalətin təşnəsi olanlar.